Səidə Bəkir qızı son vaxtlar qabağıma bir viral olmuş videosu çıxır. Hərçənd o fikirləri çoxdan söyləmişdi. Gözəl qiymət verir. Deyir ki, əxlaqsızı gətirib bugünkü kimi, yəni orada verilişlərdə o lap sərt deyir, mən də sərt deməyəcəm. Əlbəttə, mən də o xanımın cəsarətini alqışlayıram buradan. Amma ki, Səidə xanım doğru danışan 9 köydən kovarlar, türklərin atalar sözüdür. Vəfa mənim ay cəmaat, burada yazırsınız, qızım yaşında olsa, vallah billah deyərəm ki, qızım yaşdadır. Ay Vəfa, anan yaşda xanıma hörmət elə. Amma qızım yaşda olmaq üçün mən gərək 8 yaşında ərə gedərdim. 9-da doğardım, 10-da da uşağımın 1 yaşı olardı. Vəfa ilə mənim aramda 10 yaş fərq var. Ona görə də maalesef sizi xəyal qırıqlığına uğradıram ki, mənim qızım yaşında olan yaşa, onun yaşı şey eləmir. Vəfanın 40-a az qalıbdır. Vəfa da uca xaladır, Vəfa xala. Yəni 20'li yaşlarda, düzdür Aysunla padruqalıq edir ki, Aysun kimi, qızcığaz kimi özünü göstərsin. Amma Vəfa da kifayət qədər xala statusu almış yaşdadır. Yəni xalalar, ay xalalar, hamımız xala yaşındayıq. Vəfası olsun, Şəbnəm olsun. Ayrı kimi deyirsiniz. 40'a nə qalıb ki? 40'daki gəncliyin qocalığıdır, qocalığın da gəncliyidir. Hə.